Bizde artık kar başladı. İlk karımız yağır. Görürsünüz. Bilmirəm videoda. Hiss olunur, olunmur. Ama yağır. Herden çoxalır. Herden az yağır. Ben de belə bir geyimdeyim. Əlbəttə artıq soyuqdur belə geyimdə. Gedirəm evə. Papaq var başımda. En vacib. Əlcək var. Hə kızlar. Karımızı da size çekmiş oldum. Bugün son videom bu yəqin ki olacak. İndi yolla keçirdim. Elə dedim biraz karla çekim. Bu videonun devamı gelecek ve hatta salamlaşmadım. Qoy elə belki düşündüm sonra salamlaşacağım. Belki videona yok elə salamlaşım kızlar. Herkesin günü xeyirli, uğurlu gelsin. Kim beni bu dəqiqələrdə izləyirsə ve bu videonun devamı geleceği sizinle söhbət, belki de en çok söhbət videosu olacak. Çünkü sağollaşmaq istəyirəm izleyicilerimle. Artık belə uzun videolara, vloglara çəkməyəcəm. Yani açıklamanı vereceğim. İndi eve gedirəm. Çöldeydim. Ve yolkalara bakın. Kızlar geldiğim eve istedim bu güllerimi. Yani bugün söhbət videosu olacaq ama belə yani elə durduğu yerde söhbət eləmək istəmirəm. Belə video olsun diye belə video çekerek söhbət eləyəcəm sizlə. Birinci bunlardan başlamaq istedim. Orxideyalarım neçə vaxt idi. Yəni mən gələndən hələ gül falan açmamışdı. İndi yaxşı başlayıblar. Baxın, hər tərəfdən kök atıb gül verir, yəni gül açacaq. Gül dalı. Türk dilində buna dal deyirlər. Bizdə bilmirəm nə deyilir. Gül dalı deyirlər də, gül gönçə olacaq. Gönçə də deyil bu, budaq yəni gül. Orxideyaların gülü verəcək budağı. Köklərə baxın, hər tərəfdən. Çox belə maşallah orxideyalarım bu dəqiqə. Burada düzdür cəmi 3 dənə orxideyam var. Heç nə də hazırlaşmıram yenə almağa. De az danışım güllərdən. Bir dəfə izləyicilərimin biri demişdi ki, arı güllərdən çox danışırsan. Yəqin ki izləyəndə insan şey olur da, bunda da baxın, gül açacaq, yarpaq verir, kök verir. Bunda da həmçinin baxın, hər tərəfdən köklər, gül, yarpaq, hamısı qəşəng. Bunlar belə şey dedim sizlə, belə orxideyalarımı. İndi mən böyük gülü şeyləyəcəm, kötüyündən çıxardacağım və sizlə söhbət eləyəcəm. O işi görə söhbət eləyəcəm. Kızlar, bugün nə eləmək istəyirəm? Bu gülün yani bilmirəm necə deyim, yaşayışına son vermək istəyirəm. Çünki artıq bu 20 ildir, bu gövdələri 20 ildir. Yəni bu evə köçdüyümüzdən bəri bu gül var. Ona görə bu budaqların kəsəcəm belə. Amma kötüyü bilmirəm, çıxarda biləcəm, bilməyəcəm. İndi baxacağım, görüm neyini. Buradan da belə kəsəndə də bundan belə sarı süt kimi tökülür. O da pis yapışkan kimi yapışır.
Ona görə bilmirəm. Bunu birinci gövdəsini kəsib sonra budaqları kəsimmi? Baxım görüm. Necə eləyəcəm bilmirəm. Belə mişar kimi bıçaqdır. Bu da belə. Bir tər ondan. Bismillah. Sen beni bağışla. Sen benim bu evde arkadaşım olmuşsan, yoldaşım olmuşsan. Ama yaşlanmışsan artık sənə təzələmək lazım. Baxın qızlar, bax. Buradan uje belə sarı süt kimi gəlir. Uuu, nə tər çırpırlar hər yeri. Sevmirəm, o da yapışqan kimi olur. En yaxşı mən bunları eləyim, sonra çəkəcəm. Beləliklə qızlar, söhbət videosu dedim, söhbətə başlamaq istəyirəm. Əslində bu videonu çəkəndə səslə çəkmişdim. O səsi götürdüm, əlavə səs dedim eləyim, özüm danışım. Əziz və hörmətli izləyicilərim, sizlə nə danışmaq istəyirdim? Mən yəqin ki yox, artıq belə uzun vloqları çəkməyəcəm. Səbəbi də baxdığınız indi kimsə deyər ki, bu nə hərəkətdir, yəni çəkirsən, sonra yoxa çıxırsan. Yoxa çıxmamın səbəbini özünüz bildiniz ki, niyə çəkmirdim mən bir müddət. Sonra yenə çəkməyə başladım. Baxdım ki, çox, yəni həqiqətən də qızlar, bütün video çəkən xanımların zəhmətinə qiymət verin. İndi mən demirəm kimsə vaxtı olmadan mütləq gəlib izləməlidir. Onu da demirəm, yəni. Kimin nə vaxtı olursa, məncə ən çox öz millətimizin, millətpərəstlik eləmirəm, amma baxıram ki, bizim qızlarımız ən çox türk video çəkən xanımları daha çox izləyirlər, çim bizimkiləri. Ona görə bizimkilərə dəstək olsanız daha yaxşı olar. Nə demək istirdim, sözüm yarımçıq qaldı. Yəni baxdım ki, heç baxış yoxdur. Yəni 120, 100, 200, 300 izləmə üçün bu qədər əziyyət çəkməyimə dəyməz. Axı mən saatlarımı, vaxtımı, inan ki, o qədər vaxt gedir video. Məsəl üçün bir yemək bişirəndə 1 saata bişirirsənsə, video çəkdiyim vaxtı onu 2 saat, 3 saata gedir, yəni o qədər. Niyə görə məndə çox belə gedir? Bəzi video çəkən xanımlar özlərini də çəkirlər. Onlar üçün heç bir problem yoxdur. Qoyurlar kameranı, yəni telefonu, başlayırlar, həm danışırlar, həm çəkirlər. Nəsə düşdü, düşmədi. Yəni onlara çətinlik yaratmır. Amma mənim üçün mən özümü çəkmirəm deyə, üzüm düşməsin deyə, mən ehtiyatla eləyirəm deyə vaxtımı çox aparır. Bu qədər vaxt sərf eləyirəm, əziyyət çəkirəm, sonra onu yığmaq, onu yükləmək, tembolü də ki, hamı bilir ki, bu dəqiqə Rusiyada vəziyyət nətərdir, yəni internet cəhətdən deyirəm, internet VPN-ə qoşul, ondan sonra orada reklama çıxır, 2 saat onu gözlə, çox çətinliklə biz həm videoları yükləyirik, həm bir video baxırıq. Rusiyada yaşayan xanımlar bilir. Ona görə vaxtım çox həddindən artıq çox gedir. Ona görə o vaxtımı o qədər sərf eləyib, baxış sayda olmayanda istər-istəməz insan həvəsdən tamamilə düşür. Ona görə üzürlü sayın ki, belənçi, yəni sağollaşmaq istəyirəm sizlə. Həqiqətən qızlar, mən bu işi pula görə eləməmişəm. Nə də buradan mən pul qazanmıram, nə də pul qazanmaq pul qazanmaq həvəsində deyiləm. Ona görə yox, sadəcə mən Türkiyədə yaşadığım müddətdə darıxdığımdan belə çəkməyə başladım, həvəsləndim. Ona görə mən bu videoları çəkilişə başlamışdım.
İndi Rusiyada düzdür, mənim o qədər vaxtım olmur, işim çox olur da. Amma yenə də vaxt tapıb çəkirəm. Mənim üçün çətin deyil onu çəkmək. Sadəcə ki, belə baxış olmayanda həvəsdən düşürəm. Ona görə çəkməməyə qərar verdim. Amma qısa videolarım olacaq. Kimsə əgər mənlə maraqlanırsa, yəni kiməsə bu müddət ərzində məni görməyə, nə bilim, nətər deyim, necə deyim, bilmirəm, həvəsindədirsə, belə də mənlə maraqlanırsa, qısa videolar olacaq. Onlarda ya yaza bilər kommentariyalarda, ya nə bilim, yenə də. Amma çox təşəkkür edirəm. Burada o qədər gözəl. Mənim bacım yoxdur həyatda. 4 qardaşım var. Bacım yoxdur. Mən elə hiss elədim ki, bacı qazandım da. Hamı bacı deyərək müraciət eləyirdi. Var, məsəl üçün, bəzi izləyicilərim var, bütün videolarımın altına şərh yazırdı. Məsələn, onlardan çox da adlarını çəkməyəcəm. Bəlkə də istəməzlər ki, adlarını çəkəm. Ən birinci böyük baldızımı çəkirəm, səssiz izləyici adını çəkirəm. Bacım, Sədaqət bacımı. Salam bacı, bilirəm ki, buna da baxacaqsan, amma sağollaşmaq məcburiyyətində qaldım. O həmişə səssiz izləyicimdir. Ən birinci videomu izləyəndə həmişə odur. Belə, sonra da Mənzər bacı var burada. Əgər adını düz demirəmsə, kiminsə ola bilsin ki, nəsə başqa adına girir. Sadəcə mən kanalda gördüyüm adı deyirəm. Ləman bacıdakı bütün Azərbaycan video çəkən xanımların dəstəkçisidir. Onu hamı bilir. Sağ ol bacı. Çox minnətdaram. Yenə çoxdur, amma dediyim kimi adlarını çəkmirəm. Çünki bəlkə xoşlarına gəlməyəcəklər. Amma Ləman bacı bilirəm ki, heç nə deməz. Çünki bütün video çəkən xanımlar onun adını çəkirlər. Beləliklə hamıya çox təşəkkür edirəm. Hamıya xoş günlər, xoş, nə bilim, həmişə sağlam olmağı, xoş xəbərlər eşitməyi arzulayıram. Bu müddət ərzində mənimlə olduğunuz üçün çox təşəkkür edirəm. O baxdığınız videolarımı izlədiyiniz gözləriniz həmişə gülsün, həmişə ürəyiniz, qəlbiniz həmişə sevinsin. Nə deyim? Başqa bilmirəm nə deyim. Beləliklə demək istədiyim sözlərimi ola bilsin ki, o qədər həyecanlıyam. Sanki elə bil birinci dəfədir çəkirəm, birinci dəfədir danışıram. Çox həyecanlıyam. Cümlələrin birin oradan danışıram, birin buradan danışıram. Bilmirəm. Yenə də adlarını çəkmədiyim deyə çox izləyicim var. Hər videomun altına rəy yazan izləyicilərim çoxdur. Yəni adlarını özüm bilərəkdən çəkmirəm. Ona görə inciməsinlər. Yenə də elə nə qədər yenə də bilmirəm nə danışım. Beləncə o qədər çətindir ki, həqiqətən ayrılmaq. Bəlkə də bilmək olmaz, bir də gördünüz yenidən qayıtdım. Kanalı tamamilə bağlamıram. Bəlkə qayıtdım, bilmək olmaz nə vaxtsa. Yəni heç vaxt demə, heç vaxt sözü var. Никогда не говори никогда, ruslar demişkən, bəlkə də nə vaxtsa qayıdacağam. Bəlkə də Azərbaycana köçəcəm. Oradan maraqlı kənd videolarını çəkəcəm. Bilmirəm, heç nə deyə bilmərəm bugün. Çünki həyat o qədər qəribə olub, o qədər başqa cür olub ki, bugün dediyin söz sabah o söz, yəni tamamilə onun əksini görürsən. Həyat çox elə müəmmalıdır. Ona görə demirəm ki, heç vaxt çəkməyəcəm. Nə vaxtsa olarsa çəkərəm, bəlkə də. Beləliklə sizinlə sağollaşmaq istəyirəm qızlar. Yenə də üzr istəyirəm. Əgər incitdimsə ki, çəkdim, siz mənə
necə deyirlər ona, öyrəşdiniz və indi də ayrılıramsa üzr istəyirəm. Özümə də çətindir həqiqətən, amma nə eləmək olar. Beləliklə videomun da sonuna gəlib çatırıq burada. O gülümü, böyük gülümü bildiyiniz kimi çoxdan neçə dənə videoda demişdim ki, belə artıq onu kəsməkdə çıxartmaq istəyirəm. İstəsəm də, istəməsəm də qızlar, görürsünüz video o qədər öyrəşmişəmsə, yenə də çəkilişə getdim, yenə də video haqqında danışmağa başlayıram. Nəysə, beləncə kəsdim, budaqların suya qoydum, saxladım hamısını. Bir aya bunlar hamısı kötü saldıqdan sonra təzədən əkəcəm. Bir dənəsini ev üçün əkəcəm. Qalanları da o əkib ofisə göndərəcəm, orada bitsin. Evdə yəni bir dənədən artıq mən bu güldən xoşum gəlmir elə də. Eləyəcəm. Bu da nəsə tikirdim. Maşını çıxartdım, elə bunu da çəkmişdim. Dedim biraz uzun olsun danışmağıma görə də, yəni davam yarımçıq kəsilməsin deyə. Bunu da paltar tikən maşını çıxartmışdım, onu çəkdim, quraşdırdım. Beləliklə qızlar, çox sağ olun. Yaxşı ki varsınız. Baxdığınız üçün, videolarımı izlədiyiniz üçün, o qızıl vaxtınızı sərf eləyib izlədiyiniz üçün sizə çox-çox təşəkkür edirəm. Sağ olun qızlar. Hamınızı öpürəm, sağ olun.